Salamlar, vaxtınız xeyir olsun. İyun ayının 30-dan başlayaraq Qərbi və Mərkəzi Avropada orta troposferdə atmosfer təzyiqinin Şərqi Avropa ilə və Qafqaz regionu ilə müqayisədə xeyli yüksəlməsi fonunda Avropanın qərbində və mərkəzi eyni zamanda Cənubi Avropa ərazilərində havanın temperaturunun çoxillik göstəricilərlə müqayisədə xeyli yüksəlməsi gözlənilir. Yəni isti hava dalğasının ərazidə uzun müddət bloklanıb qalması gözlənilir. Lakin Qərbi Rusiya ərazisində, Şərqi Avropanın xüsusən şərq ərazilərində, Qara dənizin şərqində, Qafqazın şimalında, prosesin sonrakı inkişafı nəticəsində isə Qafqazın cənubunda və Xəzər hövzəsi ölkələrində isə orta troposferdə atmosfer təzyiqinin iyun ayının artıq 30-dan başlayaraq və iyul ayının birinci həftəsi ərzində çoxillik göstəricilərlə müqayisədə xeyli aşağı enməsi gözlənilir. Proses nəticəsində havanın temperaturunun Qərbi Rusiyadan başlayaraq Şimali Qafqazda çoxillik göstəricilərdən bir qədər aşağı enməsi, yəni yay ayları üçün temperatur fərqlərindən fərqli olaraq bir qədər sərin hava şəraiti gözlənilir. Proses nəticəsində Qara dənizin şərqindən, Aralıq dənizinin şərqindən rütubətli hava axınlarının orta troposferdən Kiçik Asiya ərazisindən Qafqaz regionuna daşınması gözlənilir. Eyni zamanda Qərbi Rusiyanın daxil olması gözlənilən nisbətən sərin hava kütlələri ilə rütubətli hava axınlarının qarışması fonunda orta troposferdə siklon sistemlərinin aktivləşməsi, yəni ekstratropik siklon sistemlərinin aktivləşməsi gözlənilir. Proses nəticəsində iyun ayının 30-dan başlayaraq Azərbaycan arasında hava şəraitinin dəyişilməsi ehtimalı var. İyul ayının birinci həftəsi ərzində də Azərbaycan arasında hava şəraitinin tez-tez dəyişilməsi gözlənilir. Azərbaycanın xüsusilə də Böyük Qafqaz rayonlarında, Gəncə, Qazax ərazisində, Kiçik Qafqaz rayonları ərazisində hava şəraitinin iyun ayının 30-dan başlayaraq iyul ayının birinci həftəsi ərzində tez-tez dəyişilməsi, arabir leysan xarakterli yağışların yağması, şimşək çaxması gözlənilir. Xüsusilə də Azərbaycanın Böyük Qafqaz rayonlarının Balakan, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, İsmayılı, Şamaxı, Xızı, Quba, Qusar, Xasmaz, Şabran rayonları ərazisində iyun ayının 30-dan başlayaraq iyul ayının birinci həftəsi ərzində hava şəraitinin tez-tez dəyişilməsi gözlənilir. Güclü topa yağış buludlarının intensiv inkişafı fonunda arabir yağış yağması, yanğıtların lokal xarakterli qısa müddət ərzində intensiv və güclü olması, dolu yağması ehtimalı var. Eyni zamanda leysan xarakterli yağışların yağdığı ərazilərdə küləklərin güclənməsi də gözlənilir. İqlim dəyişikliyi fonunda artıq topa yağış buludlarının intensiv və güclü inkişafı müşahidə edilir ki, bu da dolunun diametrinin iri dənəli yağmasına səbəb olur. Ərazidə iyun ayının 30-dan iyul ayının birinci həftəsi ərzində Böyük Qafqaz rayonlarında lokal xarakterli dolunun iri dənəli yağması, yəni dolunun 2-4 cm qədər iri dənəli bir dolunun yağması fonunda hava ilə əlaqəli olan bir sıra sahələrdə müəyyən fəsadların yaranması riski var. İyul ayının birinci həftəsi ərzində ərazidən axan çaylarda sululuğun artması və lokal xarakterli sel daşqın hadisələrində artım ehtimalı var. Havanın temperaturu isə iyun ayının 30-dan başlayaraq iyul ayının birinci həftəsi ərzində ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək. Bu proses xüsusilə də Böyük Qafqaz rayonlarının dağlıq rayonlarında daha təsirli olacaq. İyun ayının artıq 6-sı və 7-sindən sonra isə havanın temperaturunun tədricən yüksəlməsi ehtimalı var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayınlanacaq. Lakin ehtimal ki, Avropanın mərkəzi və qərbindəki yüksək atmosfer təzyiqinin iyul ayının birinci 10 günlüyünün sonlarında və ikinci 10 günlüyündə də ərazidə uzun müddət bloklanıb qalması riski var. Bu proses müşahidə edilərsə, iyul ayının ikinci 10 günlük ərzində də Qafqazın cənubunda hava şəraitinin dəyişilməsi riski var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayınlanacaq. Qazax, Ağstabat, Tovuz, Şəmkir, Gəncə, Mingəçevir, Göygöl, Goranbəy ərazilərində eyni zamanda Kiçik Qafqaz rayonlarının Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Füzuli, Cəbrayıl və Naxçıvanın xüsusən də dağlıq rayonlarında, Sədərək, Ordubad, Şahbuz ərazilərində iyun ayının 30-dan başlayaraq iyul ayının birinci həftəsi ərzində hava şəraitinin tez-tez dəyişilməsi riski var. Xüsusən də topa yağış buludlarının intensiv inkişafı fonunda Kiçik Qafqaz rayonlarında yanğıtların lokal qısa müddət ərzində intensiv və güclü olması, dolu yağması ehtimalı var. Dolunun diametrinin iri dənəli yağması riski nəticəsində bir sıra ərazilərdə müəyyən lokal xarakterli fəsadların yaranması riski var. Ərazidən axan çaylarda sululuğun artması və sel daşqın hadisələrində artım ehtimalı var. Havanın temperaturu ötən günlərin müqayisədə iyun ayının 30-dan başlayaraq iyul ayının birinci həftəsi ərzində 5-8 dərəcə aşağı enəcək. Ehtimal ki, iyul ayının ikinci 10 günlüyündə də ərazidə hava şəraitinin tez-tez dəyişilməsi riski var, lakin bu barədə yenilənmiş məlumatlar kanalda yayınlanacaq. Azərbaycanın mərkəzi rayonlarında havanın temperaturunun bir qədər aşağı enməsi gözlənilir.
iyul ayının xüsusən də birinci həftəsi ərzində Azərbaycanın şimal-qərb rayonlarında formalaşması gözlənilən topa yağış buludlarının müəyyən hissələrinin Azərbaycanın mərkəzi aran rayonları arasında keçməsi riski var ki, nəticədə xüsusən də axşam və gecə saatlarında lokal qısa müddətli yağış yağması və yağıntıların lokal qısa müddət ərzində intensivləşməsi, dolu yağması riski də var. Bu proses daimi olaraq izlənir. Xüsusən də proses başlanan vaxtlarda Azərbaycanın şimal və qərb rayonlarında formalaşması gözlənilən güclü topa yağış buludlarının mərkəzi aran rayonları arasından keçməsi riski var ki, bu da yağıntıların qısa müddət ərzində güclənməsinə səbəb ola bilər. Yəni, mərkəzi aran rayonlarının Kürdəmir, Yevlax, İmişli, Ağcabədi, Beyləqan, Zərdab ərazilərində, eyni zamanda Sabirabad, Sahtı, Salyan, Neftçala, Biləsuvar ərazisində hava temperaturunun iyul ayının birinci həftəsində ötən günlərlə müqayisədə bir qədər aşağı inməsi, havanın nisbətən sərinləşməsi gözlənilir. Azərbaycanın Cəlilabad, Yardımlı, Masallı, Lənkəran, Astara ərazilərində də iyul ayının birinci həftəsi ərzində havanın temperaturunun bir qədər aşağı inməsi gözlənilir. Xüsusən də Cəlilabad, Yardımlı, Lənkəran və Astaranın dağ kəndlərində iyul ayının 30-undan başlayaraq iyul ayının birinci həftəsi ərzində hava şəraitinin dəyişilməsi riski var. Azərbaycanın şimal, qərb və cənub-qərb rayonlarında formalaşması gözlənən topa yağış buludlarının Cəlilabad, Yardımlı, Lənkəran və Astaranın ərazilərində daxil olması nəticəsində xüsusən də Dağətəyi və dağlıq kəndlərdə leysan xarakterli yağışların yağması, dolu yağması və çaylarda sululuğun artması ehtimalı var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Bakı, Abşeron, Sumqayıt ərazisində iyun ayının 30-undan başlayaraq şimal külələrinin arabir güclənməsi gözlənilir. İyul ayının birinci həftəsi ərzində Bakı, Abşeron, Sumqayıt ərazisində xəzri külələrinin, yəni şimal-qərb külələrinin tez güclənməsi ehtimalı var. Bu proses nəticəsində havanın temperaturunun iyun ayının 30-undan başlayaraq iyul ayının birinci həftəsi ərzində Bakı, Abşeron, Sumqayıt ərazisində ötən günlərlə müqayisədə tədricən 6-8 dərəcə aşağı inməsi riski var. Proses daimi olaraq izlənilir. Şimal külələrinin daha da güclənməsi riski var. Yəni saatda 70 km-dən 100 km-ə qədər güclənməsi riski var ki, nəticədə havanın temperaturunun hiss edilən temperaturun daha da aşağı inməsi və havanın yay fəsli ilə müqayisədə yay fəsli üçün xarakterik olmayan bir şəkildə sərin keçməsi riski var. Xüsusən də Xəzər dənizində dalğalanmanın artması nəticəsində iyul ayının 30-undan iyul ayının birinci həftəsi ərzində dənizdə çimmək bir qədər təhlükəli ola bilər. Xüsusən də dalğaların artması nəticəsində suda boğulma hallarının artması riski var. Bu riski nəzərə almaq lazımdır və iyul ayının 30-undan başlayaraq iyul ayının birinci həftəsi ərzində dənizdə çimərkən bu riski nəzərə almaq lazımdır. Yəni şimal külələrinin nəticəsində, xəzər külələrinin nəticəsində dənizdə dalğanın hündürlüyünün ayrı ərazilərdə 2-3 metrə qədər artması ehtimalı var. Ümumilikdə isə iyun ayının 30-undan başlayaraq iyul ayının birinci həftəsi ərzində bildirdiyimiz kimi Qərbi Rusiya ərazisindən mövsüm üçün xarakterik olmayan bir qədər sərin hava kütlələrinin Qafqazın cənubuna doğru daxil olması nəticəsində havanın temperaturunun ötən günlərin müqayisədə 5-8 dərəcə aşağı inməsi, hava şəraitinin tez dəyişilməsi gözlənilir. Bu proses Bakı, Abşeron, Sumqayıt ərazisində küləklərin tez güclənməsi ilə müşahidə ediləcək. Azərbaycanın Böyük Qafqaz rayonlarında, Gəncə, Qazax ərazisində və Kiçik Qafqaz rayonları ərazisində isə tez leysan xarakterli yağışların yağmasına səbəb ola bilər. İqlim dəyişikliyi nəticəsində Avropanın qərbi, mərkəzi və cənubunda orta troposferdə yüksək atmosfer təzyiqinin bloklanmasının intensivliyi və gücü artır. Bu da ərazidə isti hava dalğalarının uzun müddət qalmasına, havanın temperaturunun uzun müddət soxuluk göstəricilərinin xeyli yüksəlməsinə səbəb olur. Avropanın mərkəzində, qərbində və cənubunda bu yüksək atmosfer təzyiqinin əks təsirləri nəticəsində Avropanın şərq hissələrində, xüsusən də Qərbi Rusiyada, Qafqaz regionunda isə atmosfer təzyiqinin orta troposferdə aşağı inməsi fonunda orta troposferdə ekstratropik siklon sistemlərinin aktivləşməsi üçün mühüm sinoptik şəraitin yaranması müşahidə ediləcək. Nəticədə iyul ayının 30-undan iyul ayının birinci həftəsi ərzində Qafqaz regionunda hava şəraitinin tez dəyişilməsi gözlənilir. Bu riskin əsas təhlükəsi ondan ibarətdir ki, Avropanın mərkəzində havanın temperaturunun yüksəlməsi fonunda troposferin orta qatlarından rütubətli hava axınlarının birbaşa olaraq Qafqazın cənubuna doğru, Şərqi Avropaya doğru və Qərbi Rusiyaya doğru, Şimali Qafqaza doğru daşınması fonunda orta troposferdə nəmliliyin, rütubətliliyin kəskin artması fonunda güclü və intensiv xarakterli topa yağış buludlarının inkişafı fonunda leysan xarakterli yağışların qısa müddət ərzində güclü və lokal xarakterli şiddətli yağması, donun diametrinin iri dənəli yağması, bəzi ərazilərdə hətta təhlükəli dərəcəyə qədər iri dənəli dolu yağıntıların yağması,
Leysan xarakterli yağışlarla bərabər fırtına şəklində güclü küləklərin əsməsi, eyni zamanda ərazidə, xüsusən də Böyük Qafqaz rayonları ərazisində, Qafqaz regionunda dağ sahələrində sululuğun artması, sel daşqın hadisələrində artım ehtimalı var. Artıq iqlim dəyişikliyi nəticəsində Qafqaz regionu üçün xarakterik olmayan subtropik və ekstratropik siklon sistemlərinin ərazidə daha çox aktivləşməsi müşahidə edilir. Əvvəllər bu proseslər daha çox yaz və payız aylarında müşahidə edilirdisə, artıq iqlim dəyişikliyi nəticəsində ən isti aylardan biri olan iyul və avqust aylarında da bu proseslərin daha tez-tez müşahidə edilməsi gözlənilir və bu proseslərin intensivliyinin gücünün 2025-ci ilin iyul-avqust aylarında və payız mövsümündə daha da artması, 2026-cı ildə isə bu prosesin daha da şiddətlənməsi fonunda kəskin atmosfer hadisələrinin və dağıcı hidroloji hadisələrinin xeyli artması gözlənilir. Bu proseslərin zərərlərini azaltmaq üçün iqlim dəyişikliyinə uyğun olaraq artıq ənənəvi əkinçilikdən hava ilə əlaqəli olan bir sıra sahələrdə böyük dəyişikliklərə getmək lazımdır. Nəsildə iqlim dəyişikliyinin yaratdığı riskləri minimuma endirmək üçün qabaqla tədbirlərin görülməsi vacib sayılır. Bu günlük bu qədər. Növbəti günlərdə atmosfer proseslərində baş verən ən son dəyişikliklər haqqında kanalda yenilənmiş məlumatlar yayımlanacaq.